çay tərəfdən gələndə məni tutdu, o nəsə eləmək istədi, ondan sonra deyə qaçdım, gəldim. Nəşinin qalıqları bugün gördüyünüz bu köhnə tikilinin həyətində aşkar edilib. Xəlilova Zərifə. Zərifə xanım, bax övladınız xəyala ümumiyyətlə nə vaxtdan itkin düşdü və necə oldu itkin? 2016-cı ildən elə bir ki, orada bu öz küçəmizdə oğlan əski zatdan gəlirdi, davadan, aprel davasından gəlmişdi. Nasıl sizin övladınız? Yox, başqası, qonşunun. Onlar da bu ağır seyid olduğuna, buna dedilər, gəl sən də otur burada. Bu da gedib orada biraz oturub, saat 3-ə yaxın evə gəlirmiş. Evə gələndə onu oradan gündüz 3-də, onu oradan pişik kimi, cin kimi kim götürdü, yoxa çıxdı. Uşaq bebilə sörək oldu, yoxa çıxdı. Getdim qabağına gəzdim, onlardan soruşdum, binadan soruşdum, evlərdən soruşdum, hər tərəfdən gördüm deyən olmadı. O vaxtdan biz gəzirik, Nazirliyə getmişəm, Bakıda Mövludun yanına. Xoşqədəmin verilişinə çıxmışam. Belə hər tərəfə də yazmışam, prezidentə də yazmışam, hər yerə yazmışam, amma yer qalmayıb. Yoruldum, usandım, oturdum. Nə eləyim? Bəs nə deyirdilər? Ümumiyyətlə, görüb eləyən olmamışdı? Heç kim gördüm deyən olmadı. Mənə də o maraq gəldi ki, bu nətər bir spiçka idi, nə idi bu itdi, bu gördüm deyən olmadı. 3 oğlum var, bir qızım var idi, bir dənə qızım var idi. Vəssalam, bunlardır mənim. Neçə yaşı var idi itkin düşəndə xəyala? İtkin düşəndə 18 idi, bilmədim, ya vallahi yadımda deyir, heç yadımdan da çıxıb. 18 yaşı olar da beləncik. Allah başını bitirib, hər şey yadımdan çıxıb. Nəysə də oldu, getdi, tapılmadı. İndi o oğlan göyə çıxıb ortaya, deyiblər ki, budur, indi yalan deyirlər, doğru deyirlər, kimsə eləyib onu verib qabağa. Mən inanmıram o tək başına bu işi görə. Xahiş eləyirəm, kim çəkirsə, bunun dalında kim var, onu tapsın. Bununla bir yerdə o birliyi yaradan kimdirsə, o tapsın. Uşaq özü xəstəlik olub deyirlər. Xəstəlik olub deyəndə sudurğası olur da. Maşından sonra, maşın vurmuşlar ya, düşdü axı. Uşaqlıqda olub, məni vallahi özüm yadımdan çıxıb, Allah dəqiq deyirdi, o yadımda deyir. Ondan elə o sudurğası olurdu, elə tabletkaza da alırdım, hər şey alırdım, verirdim, keçirdi, gedirdi. Cin kim uşaq idi, saf uşaq idi, hər orqanları hamısı salamat. Bir dənə onun ağrıyan yeri yox idi, vallahi durum yalandan deyim, uşaq belə idi, yox. Saf çillə uşaq idi, elədilər də, elədilər. Qətilə yetirmədi o şübhəli bilinən şəxsdən əvvəl bir ailə münaqişəniz filan oldu? Mənim olmayıb, ancaq o mənim uşağım həmişə incidirdi, başqa yerdə tutmuşdu, incidirmiş. Başqa yerdə, o tərəfdə, o üstdə. Harada? O dedi, güya mənim çay tərəfdən gələndə məni tutdu, o nəsə eləmək istədi, ondan sonra deyə qaçdım, gəldim. O pozğun uşaq idi, oğlan, pozğun oğlandı. Siz bunu etiraf eləmiş ki, ona hücum eləyib. Qabaq eləyib, indi yox, indinin sözü deyir bu. Neçənci ilin sözüdür, o da dəqiq yadımda deyir, neçənci il idi. Mən özüm o tərəfdə işləyirdim axı, Bağça tərəfdə işləyirdim, oradan. O da oradan mənə tərəf gələndə, mənim yanıma gələndə, onu orada tutmuşmuş yolda. Deyirəm, amma əlindən çıxdım, qaçdım. O elə onu orada izləyirmiş. O nəsə də, nə bilim, valla. Ondan indi düşüb girəbəsinə. Gəlir, üzbəri evə gəlirmiş, bu oğlanın zadından da, əskərdən gəlmək zadının tədbirindən də əskərdən gəlmək keçirdirmişlər. O da aprel döyüşlərində. Oğlan gəlib, elə buna doy elətdirirdilər, doy elə, bu da doy eləyirdi, öz başına düşdü elə. Ölməsin, gəlsin, ölməsin, gəlsin, ölməsin, gəlsin. O gündə deyirdi, Allah ölməsin, gəlsin. Dedim, ay yazıq elə öz başına düşdü. Mən elə baldızımdan eşitdim ki, uşağı belə yoxa çıxıb bilmir, müəmmalı şəkildə. Gah deyirdi, bilmirəm, qaraçılara aparıb uşağı, ya maşın vurub, aparıb bastırıblar. Belə bir ifadələr deyirdi, yəni dəqiq məlumatı yox idi. Yəni dərd çəkə-çəkə özü də yaman günə qaldı, şəkər tapdı, təzyiq zad.
Mən 3 ildir mən gəlib gedirəm, baxıram məsələn qulluğuna zadına. İndi şükür Allah özü ayaqlaşıb. Bu müddət ərzində deyəsən digər televiziyalarda müraciət olunub, axtarış. Mən xəbərim olmayıb, baldızım özü söhbət edib ki, sən axtaramazada çıxıb uşağına görə lazım yerlərə deyib. Amma yenə də bir xəbər olmayıb. Amma bu gün də evdə idi, mənə zəng elədi ki, bacı özü yetir, yaman vəziyyətimdir. Uşaq tapılıb. Mən də qoymadılar baxam yerinə nə. İndi götürüb aparıblar. Mən də təcil özüm rayonda yaşayıram. Minimum taksiyə gəlmişəm. Məhv eləyiblər, iz itirmək üçün gətirib orada bastırıblar. Nə eləyiblər? Mənə də qaranlıqdır yəni. Ümşan daxilində kimin o işdə əli varsa, yəqin ki, lazım orqanlar tapacaqlar. Ananın özü də xəstədir biz. Bəli, problemi var. Mən olmasaydım, o bəlkə də İraq olsun, ölüb getmişdi. Yəni mən onu şəhərə, travmatologiya, Topçubaşova, Respublikanskaya, hər yerə lazım yerlərə həkimdən kağız alıb göndərib aparmışam. Yəni ürəyi bala dərddir. İndi yenə bir şey oldu ki, o tapılıbsa yenə ürəyi arxanırlar ki, bir öldüsün bildi də. Müəmmalı şəkildə yoxa çıxmaq başqa, öldüsü, dirildisi bilməmək başqa, bir bildi gec də olsa xəbəri oldu da ürəyi arxanı olar. Kim heç nə demədi, ancaq çağırdılar orada, başımın tükündən verdim Cəllabadda. Analiz verdim, başımın tükündən götürdülər. Sonra gəldim evə, sonra yenə də bura təzə oğlan gəlmişdi, işçi. Bizim şöbəyə işçi gəlmişdi. O da dedi ki, ağız suyu ilə nə götürülür belə, ağız suyu ilə. Onu da götürdülər, apardılar. Nəysə də belə. Elə mən də oturdum, gözlədim. Dedim, Allah sən özün aşkar elə çıxad ortaya. Bu düşmən kimdir də, qoy görək. İtkin düşmüş hesab olunan 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın nəşinin qalıqları bu gün gördüyünüz bu köhnə tikilinin həyətində aşkar edilib və mərhumun nəşinin qalıqları müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Az öncə təqdim etdiyimiz tikili isə Göytəpə şəhərində yerləşən xəstəxananın ərazisidir. Həmin tikili isə hazırda tam yararsız vəziyyətdədir. Demək olar ki, ondan istifadə edilmir. Heç nə eşitmədim, heç nə bilmədim. İndi mənə biraz olar oğlanın anası gəldi, dedi ki, belə. Dedim, mənə deməyib heç kəs. Gördüm, həqiqətən polislər durublar, içəridə heç kəsi qoymur. Harda? Bu xəstəxananın həyətində. Polislər dedilər, ay xanım, ay bacı, heç kim oraya getməyəcək ki, yəni qoymurdu, icazə yoxdur. Dedim, qardaş, qoy heç olmasa yerinə baxım da. Dedi, səhər-səhərdən götürüb aparıblar, analizlə orada, Cəllabadda. İndi o ekspertə verirlər, nə eləyirlər, onu da mən bilmirəm, başım çıxmır. Onlar indi nə eləyəcəklər, yoxlayacaqlar, hər yoxun deyiləcək də. Ondan sonra yığarlar, verərlər, biz də aparıb dəfn eləyərik də, bizim əlimizdən nə gəlir? Xəstəxananın hansı tərəfində qətlə yetirilib? Deyəsən, onun o biri böyür tərəfində, o biri böyüründə. Orada bastırıb, o harada öldürübsə, gətirib orada bastırıb da, harada öldürübsə. İndi harada öldürübsə, gətirib orada bastırıb. Bu tək adamın işi deyir, sən özün uşaq görsən ki, bu tək adamın işi deyir. Bu boyda həngaməni yaradan tək adamın işi deyir. Bir dənə hamıdan xahiş edirəm ki, o kimdirsə, o ikinci adam, üçüncü adam, neçə nəfərdirlər, onları oğlandan tələb eləsinlər. Həmin qətlə yetirilməkdə şübhəli bilinən şəxs kimdir? Bu Göytəpə sakinidir? Bəli, o bazarın dibində qalırlar. Bizim bazar var ya bu tərəfdə, onun yanında qalırlar, evləri oradadır. Məlumata görə həbs olunub orada deyəsən, saxlanılıb polis tərəfindən. Saxlanar da onu veriblər də, Elnur adında oğlandı, onu veriblər. Elnuru veriblər, tutular da hər halda, elə olmaz ki. Bir ikinci də ki, bu deyib, çıx qabağa da, tutulatsan 5 il onu gələcəksən, hə? İndi kimdirsə bunun dalında yatan var.
məhərrəmlikdə gəlib pəncərələrimi sındırırlar. Evimi bir saniyə qoyub gedə bilmirəm. Daşa basırlar, pəncərələrimi sındırırlar, qapılarımı xəstəxanada yatdım 10 gün, 15 gün. Gəldim gördüm qapılar, pəncərələr hamısı belə bərə-bərə qalıb. Açıblar, söküblər, dağıdıblar. Kim eləyib bunlar? Bilmirəm, başa dönüm mən nə görürəm. Xəstəxanada idim, yerdə döyür idim. Gəldim gördüm ev eşiyim nə gündədir. Giriblər ayağına bilinir də, açılıb girilib də bu evə. Buna da dedim, bu mənim şeydir, gəlinimdir. Dedim ona da, qardaşımın yoldaşıdır. Dedim ona da, dedim Aymət əti, mənim ev eşiyim nə gündədir. Elə hamıya dedim, gördüyüm, tanıdığım adamlara dedim, mənim ev eşiyim qorxumdan dedim, mən gedib xəstəxanada yata bilmirəm. Mənim ayağımın altı soyulub, çıxıb, əməliyyat olunub. Qorxumdan mən gedib xəstəxanada yata bilmirəm. Qorxu keçirdirəm, incidirlər məni burada. Oğlumu da incidirlər, oğlum qorxusundan qaçdı buradan. Harda yaşayır övladlarınız, oğlan? Oğlum Bakıdadır, o birisi də Benavaşoğudur, Qazaxıstandır, Dağıstandır, nədir, qaçıb gedib də, neynəsinlər? İncidirlər də. Kim incidir? Mən nə bilim, başıma dönüm, görmürük, görünməyən oğlu deyir, Xandan bəydən güclüdür, güclüdür kimdirsə. Bizim kim düşüb ləprimizə, kim bizi incidir, mən bilmirəm, axı kimə neynəmişik? Nə yoldaşım, nə özüm, ağır seyid ailə idi, qaynatam, yoldaşım, ağır adamdılar hamısı. Axı bir adamın toyuğuna daş atmamışıq, kimsəni incitməmişik biz. Yoldaşınız rəhmətə gedibmi? Hə, gedib, Nə ölüb. vaxt rəhmətə gedib yoldaşınız? 2000-ci ildə öldü. O öləndən sonra mənim uşağımı o günə qoydular. Yoxsa o nə qədər vardı onu eləyə bilərdilər. Əlavə olaraq bu hadisələrdə sizin evinizə olan hücumda, belə deyək də, naməlum şəxslərin sizin evinizə daş atmasında şübhələndiyiniz şəxslər varmı? Şübhələndiyim görmürdüm axı, gecə gəlib atırdı, dik atılırdım, qaçırdım pəncərəyə, görüm yoxdur. Bu uşaq belə iki düşəndən sonra olan prosesdir. Hə, hamısı, hə. Özüm də xəstəxanada yatdım axı deyirəm. Gəldim gördüm ev eşiyimi dağıdıblar, bütün şüşələr lay-lay sınıb tökülüb. Sonra bu məhərrəmlik oldu, onda evdə idim. Məhərrəmlikdə də yenə vurdular, sındırdılar, qaçdılar. Mən də azığımdan 102-yə zəng elədim. Dedim bu nədir? Bu məscid bağçadır. Uşaq yığılıb tökülür bura, mənim pəncərələrimi sındırırlar. Hamı tanıyırdı, ağır seyid idi, hamı ona dua elətdirirdi. Deyirdi, hə, gəl xəyalə bizə dua elə. Onun da duası hasil olurdu, hamı ona dua elətdirirdi. Mənim evimin çörəyi, bərəkəti onunla getdi. Özümün canımın saflığı onunla getdi. Hamısı, həyatım onunla getdi. Onunla getdi mənim həyatım. Mənim gül kimi uşağım həmişə yeyəndə də, duranda da əl Allah deyirdi. Allah şükür eləyirdi 1000 dəfə. O qədər təmiz uşaq idi. Əllərin o gün axşamaca yuması idi, gəlib çörək yeməzdi. Həmişə də əl Allah deyirdi. Sırfa başında əl Allah deyirdi onun. Elədilər də mənim uşağımı əlimdən aldılar. Evimin elə bil bini bərəkəti getdi. İlkin xəbərim var. Dedim,